Esselamu Aleyküm. Mübarək Ramazan ayı gəldi. Nə gözəl qonaqdır bu Ramazan. Ramazan ayınız mübarək olsun əzizləyicilər. Bizləri bu aya yetişdirən Allaha sonsuz həmd və sənalar olsun. Bu bir fürsət ayıdır, rəhmət ayıdır ki, Allah bizlərə nəsib etmişdir. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm belə söyləmişdi. Sizə Ramazan ayı, mübarək bir ay gəldi. İzzət və cəlal sahibi olan Allah bu ayda sizə oruç tutmağı fərz etmişdi. Bu ayda cənnət qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar isə zəncirlənər. Bu ayda bir gecə vardı ki, 1000 aydan daha xeyirlidir. Kim onun xeyrinə məhrum olarsa, həqiqi məhrum olan da odur. İnşallah ki, kanalımızda həm YouTube, həm də TikTok üzərindən elm tələbələrimizin canlı yayımları olacaqdır. Sahurda, bəzən axşamlar, dəqiq vaxt üçün inşallah kanalımızı izləyin. Bu ayda sizlərə fayda verməkdə davam eləyəcəyik Allahın izni ilə. Allaha dua edirəm ki, oruclarımızı kamil şəkildə tutmaqda, təravih namazlarımızı qılmaqda, Quran tilavətlərimizdə, Qədir gecələrinə nail olmaqda, çox saylı xeyir əməllər etməkdə, ümumiyyətlə bütün ibadətlərimizi Uca Allahın şəninə layiq şəkildə yerinə yetirməkdə və ən əsası Allahı razı salaraq onun məğfirətinə, bağışlanmasına müvəffəq olmaq üçün bizlərə yardım etsin. Amin.